Salam əziz izləyicilərimiz. Bu günləri Hövsan qəsəbəsində yerləşən növbəti bir mənzilimizdəyik. Gördüyünüz kimi mənzilimiz 2 otaqdan ibarətdir. İndi mən sizə bütün otaqların daxilini göstərəcəm. Gördüyünüz hissə bizim mənzilimizin xol hissəsidir. Təmirimiz demək olar orta təmirlidir. Yerimiz parketdir, daha doğrusu poldur. Burada ayrı-ayrı olmaqla həm hamam otağımız, işığı yandırım, həm hamam otağımız və yan tərəfdə də bizim lisimiz yerləşir. Burada bizim bir yataq otağımız, mən sizə yataq otağımızı göstərim. Belə bir remontda, belə bir tərzdə yataq otağımız. Hər bir otağımızda pəncərə yerləşir. Öz pəncərəsi var. Digər otağımız zalımızdır bizim. Biraz səliqəsiz görsünə bilər, amma alan adam, yəni bu evi səliqəyə salsa həqiqətən mükəmməl bir mənzil yaranar. Mənzilimizdəki olan plastik pəncərələr yenilənib, yenisilə yenilənib. Və polumuz gördüyünüz kimi səliqəli bir formadadır. Burada bizim giriş qapımız, yan tərəfdə sanuzəllərimiz, burada bir otağımız və burada bir otağımız və burada da mətbəximiz yerləşir. İndi mən sizə mətbəximizi ayrıca olaraq çəkib göstərəcəm.